qardaş və ataya mahnı yazmaqdan gedir. Yazırsınız? Belə deyim də, hal-hazırda ancaq öz üzərimdə işləyirəm. Yəni, mənim elə çox mahnılarım yoxdur ki, yəni artıq mahnılarım yoxdur ki, mən hələ ki atama verim, qardaşıma bağışlayım. Hələ ki özüm üçün yazıram. Nə vaxtsa inşallah belə, onda... Neləri qardaşsan nə? Atam üçün də yazacağım, qardaşım üçün də yazacağım. Birinci veriliş yadıma gəlir də. Ona görə mən deyirəm. Orada fragmentlər qalmıyor. Bəlkə ondan... Sonra mütləq onu göstərir. Mənim yadımdadır o hamısı. Gələcək verilişlərdə görəcəksiniz. Mən bir mahnı yazmaq Kimi istəyirəm. deyirsiniz? Atam üçün vaxtım olsa yazarım. Yox. Artıq mahnı, artıq indidən Mən deyir istəyirəm artıq elə mahnı yazım ki, biz üçümüz oxuyaq. Bəli. Üçümüz bir yerdə. Onda mən sözümü Bu geri yenilik götürürəm. olar. Yenə də özün qıraq eləmir ha. Üçümüz duet oxuyaq istəyirəm. Atamla da duetim var, Rəvanla da duetim var. Amma üçümüzün duetimi yoxdur yəni. Bu bir maraqlı olar məncə. Məndə belə bir təəssürat yaranır ki, Qarayevlər sülaləsinin yeganə egoist adamı varsa o da siz. Bizim bu söhbətdə yoxsadır. Elə bir atından gelip pul istəyirsən. Deyəcəksən, atan nə olar mən bilmirəm. Diyan deyəcək özüm pulum var ki, sənə. Hər də yəni artıq mahnım yoxdur da, hal-hazırda yox. Artıq o saat sən özümü götürərəm. Artıq deyə, show biznesdəyik. Mahnı yazır, gətirirsin. Biz artıq mahnı neyin nə satıram. Atama qurbandır, nə vaxt desək. Mənim üçün bir, O iş ancaq sağda gedəcək, iş o tərəfdə gedəcək. Yaz mənim üçün bir Sola mahnı tərəf yazsın. baxmır. Yox, içimizə mahnı fikirdə var.